Başla. 1 nömrə. 2 nömrə. Baltik dəniz sahili. 3 nömrə. İtaliyanın şimalı hansı ovalıq? 4 nömrə. Piriney yarımadasında yayla. 5 nömrə. Dunay çayı sahili əraziləri əhatə edən düzənliklər. 6 nömrə. Kiçik Asiya yarımadasında yayla. Yaylası. 7 nömrə. Gürcüstan, Qaradəniz sahili ərazilər, ovalıq. 8 nömrə. Ölkəmiz. Bəli. Xəzərin şimal hissəsində ovalıq. Bəli. Sonra Xəzərin sağında Mərkəz Asiyada nəhəng ovalıq 18. Ovalıq. Daxilində hansı səhralar tanıyırıq? 25 nömrə. Cənub-Qərbi Asiya, Dəclə Fərat çaylarının hövzələrində. 10 nömrə. İranda yayla. Dəşti-Lüt, Dəşti-Kəbir səhraları hansı ölkədədir? 11 və 12. Səudiyyə Ərəbistanda, Ərəbistan yarımadasında səhralar. 11 hansı səhra? 12 nömrə. Təxmini o ərazilərdə, bəli. Böyük Nefud, Kiçik Nefud səhraları. 13. Hindistan-Pakistan sərhədli səhra. 14 nömrə. Hind-Qanq çayları hövzələrində. 15. Hindistanda yayla. 16. Cənub-Şərqi Asiyada eyni adlı çayın hövzəsində. 17 nömrə. Şərqi Asiya. 21 nömrə. Monqolistan, Çin. 19. Mərkəzi Asiyada yüksək yayla. 20 nömrə. Yüksək dağlarla əhatələnmiş səhra. Əla. 22 nömrə. Rusiyada nəhəng ovalıq. Bəs 23 nömrə? Çox gözəl. 27. Baykalın şimal-şərqində, ətrafında eyni adlı silsilə də var. Burada bir yayla. 27. Diqqətli ol. Bəli, Stanoboy idi. 26 nömrə. Stanoboydan da bir qədər təxmini 26 nömrəyə uyğun gəlir bu ərazilərdə. Aldan yaylası. 24 nömrə isə Yana Kolima çayları hövzələrində.